Eyüp Yaqubov necə deyir? Deyir, səhər-səhər xar tutar, vur bədənə bu zonada. Amma qara isə şuvalandadır. Xar tutuyor, ağ tutuyur. Demək, sizin üçün şuvalanın elitasından qara 30 sotun içində bir dənə 2 mərtəbəli çəkir ki, ən üst bərbəzək sözlər var ha. Onları da fikirləşsən belə yenə də azdır. Salam əziz Tire qrup izləyiciləri. Qara şuvalandadır. İndi deyəcəksiniz ki, ay qara, şuvalan nə boyda, hansı istiqamətdəsən? Demək, bax şuvalan parkda üzü dənizə yol gedir. Bax, oralardan sizin üçün 30 sotun içində 300 kvadratlıq bir dənə qəşəng bağ evi çəkib sizə təqdim eləyir ki, türklər belə yerə qonaq deyirlər. Yəni ağsaqqal oturur, nəvələr, nəticələr gəlir ona deyməyə, əyitbazana dağıdıb tökməyə. Bax, elə bir dənə qəşəng sizin üçün bağ evi çəkib təqdim edirəm. Deyirəm, indisi zamanlar klassikanı çox sevmirdi, amma klassikanı sevənlər də var. Qara buranı gördü, Qurtlar Vadisi yadına düşdü. Karahanlı gəlir ya buradan, qılıçla görüşəcəm. Yox, nə qılıçla? Deyirəm, o vaxt eyitlər olardı 30 sot, 25 sot, 50 sot. İndi hamısını doğrayırlar 3 sot, 5 sot. Elibsən ki, girirsən eyitə. Hələ buradan girirsən, oradan sağollaşıb çıxırsan. Harda deyə belə eyitlər. Gəldik, çatdıq videomuzun sonuna. Ev köhnə tikilidir. Remontu da biraz o deyil. Amma eyit yesi deyir ki, mən buranı demək olar torpaq qiymətinə verirəm. Əgər sizin üçün də maraqlıdırsa, Tire qrupun səhifəsindəki nömrələri yığırsınız, qərəz götürüb gəlir bura. Allah alnınızına da xeyir versin. Görüşərik dostlar.